Biz hazırda Heydər Əliyev adına beynəlxalq hava limanındayıq. Bir qədər sonra təyyarəmiz Pekinə doğru yol alacaq. Bizi təxminən 5500 kilometr məsafə və 8 saatlıq uçuş gözləyir. Prezident İlham Əliyev Çinə dövlət səfərinə yola düşür. Pekin quş uçuşundan öz əzəməti ilə diqqət çəkir. Sözün bütün mənalarında nəhəng Çinə yaxınlaşdığımızı hiss edirik. Dünyanın ərazisinə görə üçüncü, əhalisinə görə ikinci ölkəsi olan Çin, 1978-ci ildə başlanmış islahatlarla yeni siyasi və iqtisadi dövrə qədəm qoydu. Yeni mərhələdə sürətlə böyüyən Çinin ümumi daxili məhsulu 1978-ci ildəki 149,5 milyard dollardan 1990-cı ildə 360,8 milyard dollara, 2000-ci ildə isə 1,2 trilyon dollara yüksəldi. Ancaq bu hələ son deyildi. 21-ci əsrdə əhəmiyyətli sıçrayış əldə edən Çin 16 trilyon dollarlıq ümumi daxili məhsulu ilə dünyanın ikinci ən böyük iqtisadi gücünə çevrilməyi bacardı. Ölkə əhalisinin 90%-dən çoxunu Çinlilər təşkil etsə də, Çin ümumilikdə çoxmillətli ölkə hesab olunur. Məsələ burasındadır ki, etnik azlıqların sayı ümumilikdə 100 milyondan çoxdur. İkincisi, bu azlıqlar bütün ölkə boyu yaşayırlar. Üçüncüsü isə bu etnik qrupların sayı 50-dən çoxdur. Dünyanın heç bir ölkəsində Çindəki qədər şəhərli yoxdur. Belə ki, burada şəhərlilərin ümumi sayı 500 milyondan çoxdur. Eyni zamanda Pekin dünyanın ən çox əhalisi olan paytaxt şəhəridir. Şəhərdə əhalinin sayı 21 milyondan artıqdır. Pekin küçələrində bu cür maskalı şəxslərə çox tez-tez rast gəlmək mümkündür. Bu heç də koronavirusla bağlı deyil. Məsələ burasındadır ki, Pekin iqlim hava şəraitinə görə dünyanın ən sirkli şəhərlərindən biridir. Xeyr, Pekində velo yürüyüş keçirilmir. Velosiped və mopedlər ən populyar nəqliyyat vasitələrindən biridir. Bu yolla Çinlilər həm təbiətə, həm də şəxsi büdcələrinə ehtiramlarını nümayiş etdirirlər. Dünya nəhəngi olmasına baxmayaraq Çinin də ərazi bütövlüyü problemi var. Tayvan ərazisi, yəni özünü Çin Respublikası adlandıran separatçı bölgə müstəqil dövlətə çevrilməyə çalışır. Ancaq dünya birliyinin əksər hissəsi, o cümlədən Azərbaycan, vahid Çini dəstəkləyir təbii ki. Azərbaycan və Çin arasında siyasi dialoq yüksək səviyyədədir. Bunun ifadəsi olaraq ötən ilin iyulunda Astanada iki ölkə arasında strateji tərəfdaşlığa dair birgə bəyannamə imzalanıb. Eyni zamanda tərəflər arasında iqtisadi əməkdaşlıq dinamikası diqqət çəkir. Çin Azərbaycanın ən böyük ticarət tərəfdaşları arasında 4-cü yerdə qərarlaşır, idxal mənbəyi olaraq isə ilk yerdə dayanır. İki ölkənin həyata keçirdiyi nəqliyyat dəhlizləri layihəsi bugün beynəlxalq əhəmiyyət kəsb edir. Orta dəhliz Çinin təşəbbüsü ilə reallaşdırılan kəmər yol layihəsinin mühüm segmentinə çevrilir. 2024-cü ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi 20,7% artaraq 3,7 milyard dollar təşkil edib. 2024-cü ilin yanvar-sentyabr aylarında birbaşa investisiya dövriyyəsi isə 85,9% artaraq 14 milyon dollar səviyyəsinə çatıb. Səfər ərəfəsində ADA siyasi forumunda Azərbaycan prezidenti Çinlə əməkdaşlıq kontekstində deyirdi. Çin kimi böyük ölkə ilə strateji tərəfdaşlıq formatına nail olmaq bizim üçün olduqca vacibdir. Biz hazırda Çin şirkətləri ilə fəal çalışırıq. Biz onları müxtəlif sahələrdə strateji tərəfdaşımız olmağa dəvət etmişik. O cümlədən yaşıl enerji sahəsində
Deyə bilərəm ki, yaşıl, ictimai, nəqliyyat vasitələri istehsal edən Çin şirkəti tərəfimizdən seçilib və bu il artıq istehsal edilmiş ilk avtobuslar istifadəyə veriləcək. Bununla yanaşı, Çin şirkətləri günəş panelləri təchizatçılarıdır və bu panellər Azərbaycanda başqa ölkələrin sərmayəsi ilə inşa edilən stansiyalarda istifadə olunur. Biz həmçinin Çin şirkətləri ilə yaşıl enerji sahəsindən birbaşa sərmayə yatırılması istiqamətində də danışıqlar aparırıq. Və yenə bu ərəfədə Prezident İlham Əliyevin Çinin Sinxua agentliyinə müsahibəsində ikitərəfli əlaqələrin artan dinamikası və mövcud potensial barədə söylədikləri Çinin Azərbaycanın isə Çinin xarici siyasətində mühüm yerə çıxdığını təsdiq edir. Azərbaycanla Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7% artıb və 3,744 milyard dollar təşkil edib. Bəli, həqiqətən Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9% olub. Həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69%-ə çatıb. İki ölkə arasında getdikcə artan iqtisadi ticari əməkdaşlığa baxmayaraq, hələ də reallaşdırılmayan böyük potensial mövcuddur. Hesab edirəm ki, iki ölkə arasında iqtisadi ticari əməkdaşlıq üzrə hökumətlərarası komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir. Çin polisinin əməkdaşları bəlkə də işdən evə gedirlər, ancaq evə gedərkən də belə nizam-intizam qaydalarına riayət etməlidirlər. Azərbaycan və Çin liderləri arasında görüş Çin Xalq Respublikası sədrinin iqamətgahında keçiriləcək. Görüş yerinə bir qədər tez gəldiyimizdən mühafizə əməkdaşları gözləməli olduğumuzu bildirdilər. Görünür, iqamətgahın içərisində o qədər də qələbəlik arzulamırlar. Mühafizəçilər Çin səddi kimi möhkəmdir. Ənənəvi Çin təmkini və sərt nizam-intizam qaydaları özünü hər addımda göstərir. WhatsApp işləmir, Facebook işləmir, sosial şəbəkələrin istifadəsi qadağandır. Bakı-ilə əlaqə üçün telefonlara VPN-in yazılması labüd idi. Görək necə işləyəcək. Dövlət səfərlərində özünə məxsus qarşılanma ənənəsi var. Qarşımızda açılan bu geniş meydanda Azərbaycan Prezidentinin bir qədər sonra rəsmi qarşılanma seremoniyası baş tutacaq. Media isə yerini tutmalıdır. Operatorların, media nümayəndələrinin belə rahat əyləşməsindən aydın olur ki, hələ rəsmi qarşılanmaya bir qədər var. Pekində bugün 24-25 dərəcə temperatur var. Odur ki, kölgədə gözləmək lazımdır. Bəzən çətir altında. Kameramanlar kimi kameralarında kölgələnməyə ehtiyacı var. Nəhəng kameralar dövrü sona çatır. Artıq kiçik mobil telefonlar böyük ölçülü kameraları uğurla əvəz edir. Vaxta çox qalmayın. Bütün nəsnələr yerbəyer edilməlidir. Qarşılanma mərasimində iştirak edəcək məktəblilərə son təlimatlar verilir. Official press sarğısı nə deməkdir? Yəni, bütün media nümayəndələrini qarşılanma zolağına buraxmaq mümkün deyil təbii ki. Yalnız bu sarğısı olan əməkdaşlar bu zolaqda işləyə biləcəklər.
Fəxri qaravul üçün hazırlıq görən əskərlərin kadrlarını çəkmək isə qadağandır. Çinin öz ənənələri var. Gender bərabərliyi təmin olunur. Hətta fəxri qaravulda da. Azərbaycan prezidentinin avtomobili rəsmi qarşılanmanın keçiriləcəyi Azərbaycan prezidentinin avtomobili rəsmi qarşılanmanın keçiriləcəyi meydana yaxınlaşır. Çin Xalq Respublikasının sədri Xi Jinping qarşılanma üçün meydandadır. Birinci xanımların geyim üslubu isə təkcə estetik zövqü ifadə etmirdi. Eyni zamanda iki mədəniyyət arasında sanki diplomatik körpü idi. Ən yüksək standartlara uyğun təşkil olunan qarşılanma mərasimi Çinin Azərbaycana və Azərbaycan liderinə məxsusi münasibətini ifadə edirdi. İqamətgahın qarşısındakı meydanda dövlət səfərinə xas olan rituallarla zəngin, möhtəşəm bir qarşılanma mərasiminə şahidlik edirik. Rəsmi qarşılama mərasimindən sonra liderlər arasında geniş tərkibdə görüşə çatmaq üçün media nümayəndələri tələsir. Təbii ki, təhlükəsizlik işçiləri tərəfindən bu cür xırda ləngitmələr, protokol və təhlükəsizlik qaydalarına uyğun olaraq həyata keçirilir. Operativlik tələb olunursa, hər yer redaksiyadır. Bir qədər sonra liderlərin iştirakı ilə məhz bu zalda sənədlərin mübadiləsi baş tutacaq. Sənədlər isə artıq buradadır. Onlar öz imzalarını gözləyirlər. Liderlər bu masalarda əyləşəcək. Nümayəndə heyətlərinin sənədləri imzalayacaq. Nümayəndələrin isə, nazirlərin isə bu masada həmin tarixi imzaları atacağı gözlənilir. Təqdimat da komanda işi tələb eləyir. Ardıcıllıq əvvəlcədən dəqiqliklə sinxronlaşdırılmalıdır. Protokol xidmətinin əməkdaşları imzalama mərasimində sənədlərin mübadiləsinin imitasiyasını edirlər. Ardıcıllıq necə olacaq?
hərəkət və mübadilə necə həyata keçiriləcək? Hörmətli cənab Prezident İlham Əliyev, hörmətli cənab sədr Xi Jinping, hörmətli qonaqlar. Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında sənədlərin imzalanması mərasimi başlayır. Prezident İlham Əliyev az sonra Çin Xalq Respublikasının Dövlət Şurasının baş naziri ilə görüşəcək. We can run here. Okay. Bəzən uğurlu həlli tapmaq boybuxun qədər əhəmiyyətlidir. Görüşün jurnalistlər üçün açıq olan hissəsi sona çatdı və media görüş zalını tərk etməlidir. Bu isə səfər əsnasında Azərbaycan prezidentinin istifadəsində olan, Çin istehsalı olan klassik üslubda hazırlanmış avtomobil. Prezident İlham Əliyevin Ümumçin Xalq Nümayəndələr Yığıncağının Daimi Komitəsinin sədri ilə görüşdə də ikitərəfli əlaqələr nəzərdən keçirilirdi. Prezident İlham Əliyevin Ümumçin Xalq Yığıncağının Daimi Komitəsinin sədri ilə görüşü sona çatdı. Ancaq bugün üçün proqrama əsasən sonuncu görüş deyil. Prezident İlham Əliyevin Çin televiziyasına təxminən 1 saat sonra müsahibəsi gözlənilir. Prezident İlham Əliyevin Çin televiziyasına müsahibəsi də mühüm mesajlar, Azərbaycanı ifadə edən simvollar və elementləri özündə ehtiva eləyirdi. Armudu stəkanda ənənəvi Azərbaycan çayı, limon və yeni brendimiz isti su. Prezident yalnız siyasi mesajlar vermirdi, həm də Azərbaycanın daha bir zənginliyini bu platformadan da istifadə edərək dünyaya, o cümlədən 1,4 milyarddan çox Çinliyə təqdim eləyirdi. İcazə verin, bir qurtum da içim. Həqiqətən də ləzzizdir. Düşünürəm ki, kiçik bir limon dilimi biraz şəkərlə daha yaxşı olar. Yeri gəlmişkən, bunlar Azərbaycan məhsulları. Yeri gəlmişkən, Azərbaycanın mineral suyu da çox yaxşıdır. Azərbaycan çayı fərqli bir tam. Bəli, sağlamlığınız üçün çox yaxşıdır. İsti su. İsti su deməkdir. Demək olar ki, qaynar bulaqdan çıxır.
Beləliklə Pekin Bakıya yaxınlaşır. Sürətlə, kilometrlərlə məsafəyə baxmayaraq. Azərbaycan Prezidenti İlham Əliyevin Pekinə dövlət səfəri ikitərəfli əlaqələrə təkan verəcək. Səfər başa çatır, əməkdaşlıqda isə yeni mərhələ başlayır.